Bütün gününə bax. Ben bunu xüsusi çektörlə, düsturla yığacağım. İşte yığmazdan önceden hazırladığım sxeması. Bütün köhnə yığılışı söktüm. Mən əsas sxema uyğun relələrlə yığacağım. Beyin lazımdır. Tüm işi söküp tamamıyla koymuşum yere. Tozunu, bütün kabellerin tozunu silirəm. Tozda da. İşte kontaktörün nolu qoşmalıyam. Qaçaq əməli ilə qaçaq verəcək, yoxsa yox, yox olmaz. Azərbaycandan nömrə 1. Düşünürəm ki, belə bir şey heç bir mənzildə yoxdur. Ola da bilər, mən rastıma gəlməyib. İşitin içərisində işıqlanma və belə düsturla işit yığılması. Bunun sxemini özüm təyin etmişəm. Mənzilin yerləşmə planına görə, otaqların sayına görə, otaqlardakı elektrik cihazlarına, avadanlıqlara görə, ümumi işıqlanmaya görə. Belə bir şiti özüm sxemin qurub və yığmışam. Bu cihazlardan da istifadə etmişəm. Burada iki ədəd şiti, böyük və balaca. Bu şitə niyə işıqlanma vermişəm? Sensorla hərəkətə qarşı reaksiya verən LED işıqlanma ilə təmin etmişəm. Bu risovkalıq üçün deyil, komfort məqsədi ilədir. Niyə? Çünki bu şit dizayn layihədə mənzilin təmir planında dolabın içərisində göstərilir. Bura qardirob, yəni şkaf yeridir. Paltar və ayaqqabı dolabıdır mənzilin girişində. Bunu ona görə işıqlanma eləmişəm ki, qardirobun içərisində, bu dolabın içərisində. Buna görə sahibi adam hansı avtomat atanda və ya hansı bir iş görəndə, rozetka dəyişəndə və s. işdə gəlib iş görmək üçün bunu açanda işıq olsun ki, rahat görsünlər ki, nəyə açırlar, nəyə hansı avtomat atıb, atmayıb, yəni komfort məqsədi ilə. Və bu şitdə niyə bu dizaynda və bu quruluşda yığılıb, buradakı istifadə etdiyim cihazlar, relələr nədir, onlar haqqında da məlumat vermək istəyirəm. Bəzi mənzillər, bir çox hətta mənzillərdə internetdə də görürəm, ustalar bir ədəd qaçaqım relay qoyurlar bütün dövrəyə, bütün işdə. Bütün mənzilə, yəni mənzilin ümumi bir dənə qaçaq relaysi olur. Amma mənə elə gəlir ki, o diskomfort balansı yaradır. Niyə? Çünki məsələn gecə adam ev sahibi, evdə yaşayan ev sakin hansısa sanitar qovşağına gedib istifadə edir, əlin nəm olaraq çatırı söndürür, ya nəsə fen taxır və qaçaq axım verir. Bütün ev qaranlığa qalır. Yəni bir qaçaq axım atsa,
dövrəni aç. O effektiv deyil. Daha optimal variant budur. Düzdür, biraz xərci çox çıxır, amma elektrik bunları öncədən ev sahibinə izah eləməlidir. Bunun məsuliyyəti daha bahadır. Bir neçə qaçaqım relələri qoymalıdır. Amperajları, yükləri fərqli. Deməli burada bu 3 faza qoyduğum birinci giriş avtomat ümumi bu həm bu şiti, həm bu şiti. Yəni həm mənzili, həm çölü, zavoru işıqlanmanı, qazanxananı bütün hər yeri idarə edir. Ki bu 2 mərtəbə həyat evidir. Bunu söndürəndə bütün sistem sönür. Bu generator üçündür, yəni buradan generatora gedir. Zirzəmdə generator üçün yer nəzərdə tutulub, ora xətt atmışam. Generator olarkən bundan da istifadə etmə təhlükəsiz məqsədə. Generatoru avtomatik rejimdə qoşacağam. Amma hər ehtimal qarşı girişə qoruyucu avtomata qoymuşam ki, söndürüm yanılma olsun. Bu rozetkada işin içərisində da çünki paylayıcı ehtiyat bir kutu qoymuşam. Burada fibr optik xəttlər var, internet xəttləri, çölə girişlərə, içəri gedən, kameralara gedən. Evin mənzilinin içərisində internetlə təmin etmişəm. Bu ehtiyatda ola bilər. Burada da Wi-Fi aparatı qoysunlar. Taxmağa da rozetkası olsun deyə bunu qoymuşam. Bu aşağı şitdəki qaçaqım reləsi çöldəki besetka üçün və zabordakı işıqlar üçün nəzərdə tutulub işləh vəziyyətdədir. Şitdə isə bu mənzilin, buranın giriş mühafizə açarıdır. Paket avtomat dediyimiz. Bu gərginlik tənzimləmə relesi, bu ümumi qaçaqım relesi, məsələn kondisionerlər və bəzi rozetkalar üçün bu kontaktor 4 modul, 4 zona, 2 normal açıq, 2 normal qapalılar olan səssiz kontaktor məişət tipli. Ev üçün nəzərdə tutulan olan bir kontaktordur. Bu universal kontaktordur. Niyə? Çünki bunda həm master kultivator kimi istifadə etmək olur, həm rozetkaları zonalara, qruplara ayırıb eyni zamanda bundan kultivatorların kontaktlarını qorumaq üçün mühafizə etməsində istifadə etmək olur. Mən elə qoşmuşam. Çünki kultivatorlar çox istifadə olunan şeylərdir. Tez-tez yandırılır, söndürülür evdə yaş-yaş olarkən. Onların kontaktları, içindəki, sxemdəki kontaktları tez sıradan çıxmasın deyə, uzun ömürlü olsun deyə kontaktordan da onlara da mühafizə xətti buraxmışam. Həm master kultivator kimi ümumi bir düymə ilə bütün işıqlanmaları bəzi yerləri söndürüb yandırmaq və rozetka sistemlərindən ayırmışam. 5-dən artıq zonalara bölmüşəm mənzilin içərisində. Yerləşmə planına, otaqlara görə, quruluşa və elektrik cihazlarına görə, həm də ümumi işıqlanmanın gücünə görə. Çünki evdə mənzil dizayn layihəyə işlənir. Tavanda çoxlu işıqlanmalar var, maqnit reyslər var, gizli spotlar var, lüstrlar var. Yük çoxdur yəni. Buradakı qaçaqım relələr, camaşırxana üçün qoymuşam, sanitar qovşaqları üçün, məktəb üçün qoymuşam, garaj üçün, hol üçün, yəni hər yerin ayrı-ayrılıqda qaçaqım reləsi var. Amperajlar, kilovatları da fərqlidir. Hər yerin öz yükünə görə hesablanıb qoyulub. Öncədən mən elektrik layihəsini götürəndə şitin qabaret ölçülərini, yəni elektrik panomuzun hansı ölçülərdə olacağını sxemin qururam ki, hansı avadanlıqları yığacağam. Amma burada da nol terminallarımız çox. 1, 2, 3 ədəd nol terminalımız var. Burada 2 mərtəbəli bir dənə terminalımız var. Onunla hər mərtəbəsindən ayrı zonalar üçün istifadə etmişəm. Bildiyimiz kimi qaçaqım relələri, yəni bir qaçaqım reləsinin girişi ilə çıxışındakı cəryan bir-birinə bərabər olmalıdır. Faza da bərabər olmalıdır, nolla. Yəni qaçaqımın çıxışından başqa bir yerə, başqa bir qaçaqımdan və yaxud da girişdən hər hansısa bir faza və ya nol daxil olarsa, qaçaqım dərhal sistemi açır, sönür, yəni işləməz. Ona görə onların nolları da ayrı olmalıdır, faza körpüləri də ayrı olmalıdır. Nollarda bütün kodlaşdırmaları eləmişəm. Bu torpaqlamada da var, işin içərisində burada da. Çünki onları niyə kodlaşdırıb işarə eləmişəm? Hər bir naqilin hansı nöqtədən, hansı elektrik ötürücüsündən, rozetkadan, kultivatordan hardan gəldiyi bəllidir. Bilinir ki, məsələn, burada 088 nömrəli 0 naqil, dörtlük naqil hansı rozetkadan, hansı otaqdan gəlir, ünvanına kimi bəllidir. Çünki mən olmasam belə, nə vaxtsa hər hansı bir usta da gələrkən bu işi görməyə, hansı bir avtomat dəyişimləsə iş görməsə, onun üçün çox rahat olacaq. Əlavə test eləməyə, axtarmağa ehtiyac olmayacaq. Bütün naqillər hara gəlir, hara gedir bəllidir burada. Onlar üçün dəftərdə əlavə hər şeyi tərtib eləmişəm. Bunların adlarını da tərtib eləmişəm, ev sahibinə vermişəm. Ola bilər ki, soruşasınız ki, bu naqillər niyə nazik görsənir? Bunlar nazik görsənməyinin səbəbi bunlar quru və orijinal prisma kabel olmasıdır. Bunlar tam orijinal onluq, bunlar onluq, o birilər isə altılıqdır. Standart quru kabellər sıxlığı çox olduğu üçün görüntüsü nazik görsənir, amma ona alınmaq lazım deyil. Bunlar onluq və altılıqlardır. Lakin hamısı standartlara riayət olunaraq altılıq, onluq, dörtlüklərdən istifadə olunur körpüləmələrdə. Bunlar haqqında məlumat ona görə verirəm ki, ola bilər ki, bu işə, elektrik peşəsinə yeni başlayanlar üçün də faydalı ola bilər. Həvəskar insanlar da bunlarla, hətta bəzi elektrik yoldaşlar ola bilər ki, bir neçə illərdir elektrik işlə məşğuldurlar. Çox sadə sistemlər yığırlar, belə mürəkkəb sistemləri bilmirlər, eləmək istəyirlər. İşlərini təkmilləşdirən layihə ilə böyük mürəkkəb işlər götürüb işləmək üçün bunları bilməlidirlər. Mənim məsələn elektrik tanış yoldaşlarım var ki, onlar belə şeyləri bilmir. Sadə sistem çəkirlər. Bir dənə girişdə avtomat, 2 rozetka kultivator və salam. Onlara da dəstək oluram. Bunların sxemi necə qurulmalıdır. İndi istərsəz, maraqlıdırsa, öyrənmək istəyənlər, maraqlananlar videoya like qoyub, bəyənmə işarəsini basıb abunə olsanız, fikirlərinizi yazın, suallarınızı yazın. İstərsəz sizin üçün ayrıca yenə bir video çəkib burada qurduğum cihazları hansı sxem əsasında qurmuşam, hansılar hara qoşulmalıdır, video çəkib bir-bir izah edə bilərəm. İzləmədə qalın. Xahiş edirəm, videonu ekrandakı bəyənmə işarəsini gördünüz, onu basın ki, video daha çox qabağa çıxsın, adamlar görsün. Bəyənmə işarəsi baş barmağınızın altındadır. Cəmi 3 sm məsafədədir. Yəni telefonu belə tuturuq, barmağınızın altındadır.
Yəni sadəcə ikicə santı barmağını əşarələsən, bəyənmə işarəsinə toxuna bilərsən. Bu o qədər də çətin deyil. Xahiş edirəm bəyənin. Ekrandakı bəyənmə işarəsini basın. Oldu. Təşəkkür edirəm. İzləmədə qalın.